Bir şair susanda kağız danışar. Bir fikir uçanda qanad alışar. Gözəl fikirlərdir, gözəl şeirdir. Amma əsas məsələlərdən biri bunun nəzəri cəhətlərini bilməkdir. İndi sizə təşbeh və metaforu necə fərqləndirmək lazım olduğunu deyəcəm. Təşbeh, metafor. Çox sadə bir detala diqqət yetirməlisiniz. Təşbehdə əşya münasibəti olur. Metaforda isə əşya əlamət münasibəti olur. Yəni təşbehdə mütləq bir əşya başqa bir əşya ilə müqayisə olunmalıdır. Amma metaforda bir əşya hər hansı bir əlamətlə izah olunmalıdır. Bir şair susanda kağız danışar. Kağız əşyadır, danışmaq əlamət olaraq qiymətləndiririk burada və əlamət. Bu nədir? Metafordur. Metafora uyğun gəlir tam o. Bir fikir uçanda qanad alışar. Deməli, fikrin uçmağı. Əşya, əlamət. Bu nədir? Metafordur. Daha sonra bir söz olur dərman, söz olur yara. Söz və dərman. Söz və yara. Əşya münasibəti. Bu təşbihə tam olaraq uyğun gəlir. Mütləq diqqət yetirməlisiniz. Bir əşya başqa bir əşya ilə müqayisə olunarsa bu təşbih, əşyanın üzərinə başqa bir əşyanın əlaməti köçürülərsə bu isə metafor olacaq. Bunu başqa adla bənzəyən və bənzədilən adlandırırıq. Əşya əlamət, yəni metaforda isə bunu bənzəyən və bənzətmə əlaməti adlandırırıq. Əsas məsələmiz bu əşya əlamət münasibətinə diqqət yetirməkdir. Bugünlük bu qədər. Növbəti videolarda görüşənə qədər.